Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Suvar ekoloji aksiyası keçirilib. Naxçıvan şəhərində təşkil olunan Suvar aksiyasında 200-dən artıq könüllü gənc iştirak edir. Onlar şəhərin Heydər Əliyev prospektində yerləşən yaşıllıq ərazisində və ətrafdakı yaşıllıqlara suvarma işi görəcək və yaşıllıqlara qulluq göstərəcəklər. Aksiyada müxtəlif dövlət qurumlarının nümayəndələri, eko-könüllülər və müxtəlif müəssisələrdə fəaliyyət göstərən könüllülər fəal iştirak ediblər. Aksiya iştirakçılarına əvvəlcə yaşıllıqların qorunması və genişləndirilməsi, eləcə də sudan səmərəli istifadənin əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilib. İştirakçılar komandalara bölünüb, Naxçıvan şəhərinin Heydər Əliyev prospekti və ətraf ərazilərindəki yaşıllıq sahələrində ağacları suvarıblar. Hər komandada 30 nəfər olmaqla ümumilikdə 200-dən artıq könüllü aksiyada fəallıq göstərib. Aksiya iştirakçıları bununla şəhər sakinlərinin diqqətini təbiətə qayğı ilə yanaşmağa yönəltməyə çağırıblar. Bugün Naxçıvan şəhərində təşkil olunan Suvar aksiyasının əsas məqsədi əkilmiş ağacların suvarılması, qorunması, suya qənaət sisteminin tətbiqi və ictimaiyyətin diqqətini bu məsələyə cəlb eləməkdir. Aksiya çərçivəsində daha bir maraqlı ekoloji təşəbbüs tullantını Tingə və Eko-çantaya dəyiş kampaniyası keçirilib. Sakinlər tərəfindən ümumi tutumu 4375 litr olan plastik, 110 litr şüşə tullantı və 180 işlənmiş batareya təhvil verilib, əvəzində isə 100 qırmızı şam tingi və 65 eko-çanta verilib. Bir sözlə, Suvar aksiyası gənclər üçün həm maarifləndirici, həm də maraqlı anlarla yadda qalıb. Könüllülər birlik nümayiş etdirərək təbiətə qulluq nümayiş etdirib, birgə fəaliyyətin və ekoloji dəyərlərin təşviqində fəal rol oynayıblar. Bugün Suvar aksiyasında iştirak etdik. Bunun məqsədi ondan ibarət ki, ağaclara qulluq və qayğı göstərməkdir. Bu aksiya Naxçıvan Muxtar Respublikasında digər bölgələr üstündə keçərli olacaq və mən bu aksiyada iştirak edəcəyim. Qeyd edək ki, Suvar aksiyası Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə edəcək və il ərzində davam edəcək. Xosrov İbrahimov, Altınay İskəndərova, İlqar Məmmədov, Rəşad Hüseynov, NTV Xəbər.